Əliyev açıqladı, gözlənilməz ssenarilər mövcuddur. Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir. Bir çox gözlənilməz ssenarilər mövcuddur. Axar Az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Belqradda Serbiya Respublikasının prezidenti Aleksandr Vučićin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclasında deyib. Dostum prezidentlə geniş müzakirələr apardım. Həmişə olduğu kimi, onun bugünkü geosiyasi hadisələrin inkişafının müxtəlif aspektləri ilə bağlı baxışı, bilik və təcrübəsi məndə güclü təəssürat yaratdı. Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir. Bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmalıyıq ki, hədəfimizə maksimum dərəcədə çataq, Azərbaycan prezidenti deyib. Azərbaycanla Serbiya mühüm layihələr icra edir. Azərbaycanla Serbiya iqtisadiyyat və sənaye üçün mühüm layihələr həyata keçirir. Axar Az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclasında deyib. Bugün məni hökumətin yüksək səviyyəli üzvləri müşayiət edir və bu da nümayəndə heyətinin üzvləri arasında, eləcə də hamımız arasında müzakirə olunacaq çoxlu məsələlərin olduğunu göstərir. Marko Durić və Aleksandr Vučićin bu il tezliklə Azərbaycana səfərindən əvvəl artıq bugünkü səfərin nəticələri mövcuddur və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərindən xahiş edirəm ki, buna hər zamanki kimi ciddi yanaşsınlar ki, razılaşdıqlarımızı qısa müddətdə icra edək, deyə dövlət başçısı qeyd edib. Azərbaycan prezidenti vurğulayıb ki, bugünkü iclasın gündəliyinə və müvafiq nazirlərin təqdimatlarına baxdıqda gündəliyin daha da genişləndiyini demək mümkündür. İqtisadiyyatlarımız və sənayemiz üçün mühüm layihələr həyata keçiririk. Cənab Vučić elektrik stansiyasının tikintisini qeyd etdi. Bu, əməkdaşlığın necə şaxələndirildiyinin mühüm göstəricisidir. Biz qaz sahəsində əməkdaşlıqla başladıq və indi növbəti mərhələyə keçirik. Elektrik enerjisi istehsalı üçün imkanlar yaranır. Bu, son illərdə Avropada həyata keçirilən ən böyük və mühüm investisiyalardan biri olacaq. Bu, həm də qarşılıqlı etimadın yüksək səviyyəsinin nümayişidir. Çünki yalnız yüksək münasibətlərə və tərəfdaşlığa malik olunan ölkələrə investisiya qoyulur.